Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Elhamdülillahi Rabbil Alemin. Halakal insan, allemehul beyan, nezzelel Kur'ane bilisanin arabiyyin mubin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin, nebiyyina Muhammedin sallallahu aleyhi ve selleme ve ala alihi ve ashabihi ecma'in. Möhtərəm müsəlmanlar, ərəb dilindən silsiləvi dərslər davam edir və bu gün ikinci dərsimizdir və keçən dərsimizdə biz ərəb dilinin digər dillər arasında fəziləti, üstünlüyü barədə danışdıq və bugün qısa olaraq, xatırlatma olaraq qısa bunu deyə bilərəm ki, ərəb dilinin digər dillər içində fəzilətinə Quran-ı Kərimin, səmavi kitabların ən şərəflisi olan Quran-ı Kərimin ərəb dilində nazil olması və həmçində ən şərəfli Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmin ərəb dilində danışması kifayətdir. Və ərəb dilini Allah Teala bu İslam dini üçün bir dil olaraq seçmişdir. Və həmçinin keçən dərsimizdə biz İslam elmlərinə yiyələnmək istəyənin ərəb dilini bilməsinin mühüm olması barədə danışdıq. Və bugün mövzumuz davam edir. Bugün inşallah mən elm tələbəsinin elm tələb etmək yolunda ona lazım olan bəzi məsələlərə toxunacağım və həmçində ümumi nəsiyyət eləyəcəm və bu nəsiyyət ilk növbədə özümü faydalanmağım üçündür və sonra isə qardaşlarıma fayda olsun deyə. Çünki hamımız elm tələbəsiyik. Və bu məsələlərdən biri də hansı ki elm tələbəsinin elm almasında, elm yolunda ona lazım olan məsələlərdən ən mühüm olanı niyyətdir. Sözsüz ki, niyyət çox mühümdür əməlin qəbul olması üçün. Və əgər insan öz niyyətini Allah üçün etsə, adi mübah işlərdə belə savab qazanmış olur. O ki, qaldı hələ elm almaqda. Və ərəb dili müstəqil bir elmdir. Və bu elm, necə ki, keçən dərsimizdə qeyd etdik, şəriət elmlərinin əsasıdır, əsası sayılır. Və ona görə də elm tələbəsinin ərəb dilini məhz Allahın kitabı olan Quran-ı Kərim və Peyğəmbərimizin sallallahu aleyhi və səlləm hədislərini öyrənmək məqsədi ilə, başa düşmək məqsədi ilə və həmçində əməl etmək məqsədi ilə öyrənməsi sözsüz ki, bir ibadətdir və ən fəzilətli ibadətlərdən biridir. Elmin fəziləti barədə sözsüz ki, hamımız bilirik bunu, elm almağın şəriət elmi nəzərdə tutulur burada. Şəriət elminin nə qədər və bu elmi tələb etməyin nə qədər böyük bir fəzilətə malik olmasını sözsüz ki, hamımız bilirik. Bu barədə hədislər də var və qardaşlarımız da kifayət qədər bu barədə dərslər deyiblər. Sadəcə bu dərsimizdə məqsəd bəzi məsələlərə toxunmaq, hansı ki, elm tələbəsinin lazım olan məsələlərə toxunmaqdır. Və bu məsələlərdən ən birincisi, elm tələbəsi elm alarkən və həmçində xüsusən də ərəb dili öyrənən tələbə əsas məsələlərdən biri, bayaq dediyimiz kimi, niyyətdir. Digər elmlərdə olduğu kimi, ərəb dilini almaqda da insanın ilk növbədə niyyəti, deməli, cəhaləti öz üzərindən qaldırmaq, yəni Quran və sünnəni başa düşmək, yəni niyyəti bu olsun. Çünki niyyət dediyimiz kimi çox mühümdür. Niyyəti Quran və sünnəni başa düşmək, onu əməl etmək və cəhaləti öz üzərindən qaldırmaq, ilk növbədə niyyət bu olmalıdır. Sonra isə imkan daxilində bu elmi yaymaq və sair bu cür olmalıdır. Yoxsa əgər insanın niyyəti, necə ki hədislərdə buyurur, Peyğəmbər s.ə.v deyir ki, əgər bir kəs elm alarsa və bu elm almaqda niyyəti deməli, cahillərlə mübahisə etmək
və həmçində kimlərsə öz üstünlüyünü göstərmək olarsa, o cənnətin iyini belə duymaz. Çünki bu şəriət elmi Allahın rizasını qazanmaq üçün olmalıdır. Və kim bundan istifadə edib öz şəxsi maraqları üçün, tanınmaq üçün və yaxud kimlərləsə mübahisə etmək üçün, kimlərəsə rəddiyə qaytarmaq üçün bu olsa əgər niyyəti, sözsüz ki, bu niyyət ondan əməl qəbul olunmaz və bu insan çox vaxt heç elmə də nail ola bilmir. Və nail olsa da bu cür insan, yəni kimlərləsə mübahisə etmək və yaxud fitnə yaratmaq, bu insan sözsüz ki, elm onun əleyhinə olur, leyhinə deyil, əleyhinə olur. Və necə ki, İbn Qeyyimin gözəl bir sözü var, deyir ki, elm gözəl bir yağışa, yəni deməli şirin suyu olan bir yağışa bənzəyir. Və bu yağış yağdıqdan sonra şirinliyi olan bitkilərin şirinliyini biraz da artırar. Amma acılığı olan bitkilərin isə acılığını artırar. Və ona görə kimsə bu elmə pis niyyətlə yanaşırsa və məqsədi fitnə yaratmaq, ixtilaf yaratmaq, kimlərisə deməli ifşa etmək və yaxud nəsə belə bir şey olarsa, sözsüz ki, bu insanın əməli Allah üçün deyil. Və biz baxırıq alimlərin ədəblərinə, alimlərin əxlaqlarına baxırıq. Hansısa məsələlərdə bir-biriləri ilə ayrı seçkili olub, yəni ayrı deməli müxtəlif rəylərdə olublar. Amma heç birinə tən eləməyib. Hamısı bir-birinə hörmətlə yanaşıb, heç birini deməli pis adlarla adlandırmayıb və s. Və elm tələbəsi də bu ədəblərə deməli riayət eləməlidir. Və birinci dedik ki, deməli ən mühüm olan deməli niyyətdir. Və insan hər bir əməldə olduğu kimi ərəb dilini öyrənəndə də və həmçində elm alanda da ilk növbədə niyyətinə fikir verməlidir ki, mənim niyyətim nədir? Bir özünə sual versin. Əgər niyyəti başqa bir şeydirsə, Allahın rizasını qazanmaqdan və Quran və sünnəni öyrənib, İslam dinini izzətləndirmək və bacardıqca insanlara elm öyrətmək və bu dini yaymaq və bu dili yaymaq, yəni bundan başqa bir şeydirsə, onda özünü yormasın. İkinci məsələlərdən biri, elm tələbəsinin öz elmində ehtiyac olduğu məsələlərdən ən mühüm deməli, olan məsələlərdən biri də duadır. Və dua, necə ki bildiyimiz kimi, duanın çox böyük İslamda yeri var. Və dua bir çox çətin açılmayan qapıları açır. Və elm tələbəsi də ən çox duaya ehtiyac olan, deməli, olan kəsdir. Çünki onun deməli, elmində çoxlu elm almaq yolunda çoxlu çətinlikləri yaranır və bu da ancaq dua ilə Allaha təvəkkül edib, Allahdan kömək istəməklə aradan qalxır. Və duanın da sözsüz ki, bildirik, İslamda çox böyük yeri var. Alimlər bu barədə kitablar yazmış, müstəqil kitablar, müstəqil bablar ayırmışlar. Və buna görə də Peyğəmbər s.ə.v özü də hər səhər axşam zikirlərində gəldiyi kimi dua edərdi ki, Allahumma inni əs'əluka ilmən nafi'an və rizqan tayyiban və amilən mutaqabbələn və s. bu kimi dualar. Elm tələbəsinin elm yolunda deməli lazım olan məsələlərdən biri də elm tələbəsi günahlardan çəkinməlidir. Çünki günahlar xeyir qapılarını kəsən və həmçində xeyrin qarşısında duran ən böyük maneələrdən biridir. Və İbn Məsud deyir ki, mən bilirəm ki, kişinin hansısa bir elmi unutması onun etdiyi günahlara görədir. Və başqa bir sələf Ali ibn Xaşram rahiməhullah deyir ki, Vaki ibn Cərrahı görürdüm ki, bizimlə bir yerdə elm alır, amma nə bir kitab, nə bir dəftər götürmür özü ilə, amma bizdən çox əzbərləyir və bizim öyrənmədiyimiz şeyləri, yadda saxlaya bilmədiyimiz şeyləri yadda saxlayır. Və mən deyir, ondan bu barədə soruşdum. Və o da mənə dedi ki, və mən ona dedim ki, ey Vaki, sən
bizimlə bir yerdə elm alırsan, nə bir dəftər, nə bir qələm götürmürsən, amma bizdən çox əzbərliysən və bizim bilmədiyimiz şeyləri bilirsən. Və Vaki mənə yaxınlaşdı, deyir, qulağıma dedi ki, əgər sənə unutqanlığın dərmanını desəm, sən buna əməl edərsənmi? Mən dedim ki, bəli, edərəm və dedi ki, günahlardan çəkin. Və mən deyir, Vaki deyir ki, və mən günahları tərk etmək kimi, yəni əzbərləməyə faydalı olan bir şey görmədim. Yəni günahları tərk etmək, əzbərləmək üçün ən deməli faydalı bir şeydir, əməldir. Və həmçinin Şafiidən gələn, rahiməhullah, Şafiidən gələn bir şeirdə Şafi deyir ki, şəkavtu ilə vaki'in su'a hifzi fəərşədəni ilə tərkil məasi və qal a'ləm bi'annəl ilmə nurun və nurullahi la yu'tə li'asi. Və bu Şafi deyir ki, bir dəfə mən Vakiyə, yəni Şafi Vaki ibn Cərrahın tələbəsi olub və ondan rəvayət edib və deyir, bir dəfə ona deməli hifzimin zəifləməyi barədə şikayət etdim. Və o da mənə günahları tərk etməyi yönəltdi. Və dedi ki, bil ki, Allahın elmi nurdur və Allahın nuru günahkara verilməz. Və həmçində elm tələbəsinin elmində ona faydalı olan deməli, əməllərdən biri də böyük alimlərin, yəni tanınmış alimlərin deməli, tərcümə halını, həyatını oxumaq. Və bu da sözsüz ki, elm tələbəsinin onun elmində davamiyyətli olmasına və onlardan ibrət almasına kömək edir. Və insan onların, deməli, böyük alimlərin həyatını oxuduqda, onların necə öz vaxtlarına və öz, deməli, elm tələb etməkdə öz tərtibatına baxdıqda insan ondan ibrət alır. Və bununla da insan bunu öz həyatında tətbiq edir və deməli, daha da elm almaqda daha da ona asanlaşır elm almaq. Digər bir məsələ, elm tələbəsini lazım olan məsələlərdən biri də elm tələbəsinin ədəbləri barədə kitablar oxumalıdır, dərslərə qulaq asmalıdır. Çünki ədəb insana bir şeyə nail olmaqda kömək edir və bərəkət verir. Həmən işi bərəkətli edir. Və buna görə də yaxşı olar ki, elm tələb etmək istəyən hər bir kəs elm tələbəsinin ədəbləri ilə ədəblənsin, deməli, əxlaqlarını götürsün və tətbiq eləsin. Və bu da onun elm almağında ona yardım edəcək. Digər bir məsələlərdən elm tələbəsi çalışmalıdır ki, oturub durduğu və yoldaşlıq etdiyi insanlara fikir versin. Kimlər olduğuna fikir versin. Və ancaq ixlaslı, təqvalı, ədəbli, əxlaqlı insanlarla oturub dursun. Və sözsüz ki, bu da onun, deməli, o insanlardan bəhrələnməklərinə ona kömək edəcək. Amma müxtəlif pis niyyətli, ondan sonra əxlaqsız və günahlara meyilli olan insanlarla oturub durmasın. Çünki bu istər-istəməz ona təsir edəcək. Və necə ki, hədislərin birində Peyğəmbərimiz sallallahu buyurur ki, İnnəməl ilmu bittəallumi və innəməl hilmu bittəhəllumi və mən yətəhərrəl xeyra yu'tahu və mən yətəvəqqa şərra yuqahu. Peyğəmbər buyurur ki, elm öyrənməklə əldə olunur və mülayimliklə, mülayim olmaqla əldə olunur. Kim deyir xeyir axtararsa, xeyir dalınca gedərsə, xeyir ona veriləcək. Və kim şərdən uzaqlaşarsa, o şərdən qorunar. Və həmçində deməli, insan elm almaqda çalışmalıdır. Çalışmalıdır ki, çünki elm ancaq çalışmaqla və deməli,
nəfsi çalışdırmaqla və həmçinin mücahidətun nəfs, yəni nəfsi bu şeydə sabit etməklə və israrlı olmaqla əldə olunur. Və ona görə də deməli insan bu yolda deməli usanmamalıdır, yəni zəifləməməlidir. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Vəllezîne cahadu fînâ lenehdiyennehum subulana." Yəni bizim yolumuzda cihad edənləri və bizim yolumuzda deməli çalışanları biz öz doğru yolumuza yönəldəcəyik. Və Peyğəmbərimiz sallallahu bir hədisdə buyurur ki: "Afdalul cihadi en yucahidər-raculu nəfsəhu və havahu." Necə ki Sahih Cami-i Sağirdə gəlib və Şeyx Albani səhihləşdirib. Peyğəmbər sallallahu buyurur ki, ən fəzilətli cihad insanın, kişinin öz nəfsi və havası ilə deməli cihad etməsidir. Və elm tələbəsinin digər elm tələbəsinə lazım olan məsələlərdən biri də təkrarlamaqdır. Və elm tələbəsi öz öyrəndiklərini vaxtaşırı təkrarlamalıdır və bu da onu deməli o elmi möhkəmləndirməsində kömək edəcək. Və digər bir məsələ, elm tələbəsi öz vaxtını düzgün tərtib etməlidir və öz vaxtından çox səmərəli istifadə etməlidir və imkan verməməlidir ki, onun vaxtından nəsə, hansısa bir vaxt hədər yerə keçsin, hədər yerə deməli ötsün. Və necə ki, bəzi sələflər deyir: "İzə mərrə aleyyə yevmun ləm əzdədid fihi ilmən fələ burikə li fi zəlikəl yevm." Sələflər deyirlər ki, mənim elə bir gün yox, ötən günlərimdən, əgər elə bir gün ötdüsə, orada mənim elmim artmadı, həmən gündə mənə deməli bərəkət verilmədi. Və Amir ibn Qeysdən nəql olunur ki, bir kişi ona bir dəfə yaxınlaşdı, dedi ki, mənimlə söhbət elə və Amir ibn Qeys ona deyir ki, günəşi saxla. Yəni, bacarırsansa günəşi saxla, sonra səninlə söhbət edim. Yəni, vaxt gedir. Və Hafiz ibn Cavzi, Əl-Hafiz ibn Cavzi deməli, öz haqqında danışır və deyir ki, mən bir dəfə bəzi adamlarla oturub durmaq, yəni oturub söhbət etməklə deməli, Allah Teala məni sınağa çəkdi, imtihana çəkildim. Yəni, öyrəşdim bəzi adamlarla hər gün oturub müəyyən qədər söhbət etməsəm, deməli, bu gündəlik mənim artıq adətimə çevrildi. Və mən də çox fikirləşdim ki, həmən o itirən vaxtımı, yəni o yoldaşlarımla oturub söhbət etmək istədiyim vaxtı nə cür deməli, faydalı bir şeylə deməli, doldurum və çox fikirləşdim və gördüm ki, həmən vaxtı, çünki o vaxt indiki kimi qələmlər, dəftərlər yəni hazır deyildi və başladım həmən vaxtı, hansı ki öyrəşmişdim, gedib dostlarımla söhbət eləməyə, həmən vaxtı qələmləri yonmaq, dəftərlər, kağızlar kəsmək və deməli yazdığım kitabları və həmçində oxuduğum kitabları tərtib etməklə bunlarla məşğul olmaq və bu da məni həmən o insanlarla oturub durmaqdan uzaqlaşdırdı. Çünki bu şeylər, necə ki Hafiz İbn Cavzi deyir ki, labüddür və mən də fikirləşdim ki, həmən vaxtı və bu şeydə deyir, insan düşünməyə və nəsə zehni bir şeyə tələb olunmur bunun üçün. Və ona görə də bu vaxtımı, istirahət vaxtımı bu işlə məşğul olmağa başladım. Və həmçində elm tələbəsinin elminin artmasında və öyrəndiklərinin daha da möhkəmləməsində ona lazım olan məsələlərdən biri də elmi yaymaqdır. Və necə ki, ərəblərdən belə bir söz var, deyirlər, əgər bir şey sənə çətin gəlsə, onu öyrət. Və elm tələbəsi öyrəndiyi elmi, yəni əldə etdiyi elmi öyrətməklə artıq özündə olanı daha da möhkəmləndirmiş olur və həmçində deməli, başqalarına da deməli, xeyir vermiş olur.
Və necə ki, Əli ibn Əbi Talibin belə bir sözü var, deyir, elmi öyrətdikcə artır, ancaq malı, yəni elmi sərf etdikcə artar, amma malı sərf etdikcə isə mal azalar. Və həmçində elm tələbəsinin elminin artmasında ona lazım olan məsələlərdən biri də deməli, çoxlu şükr etmək Allaha. Allaha çox şükr etmək və necə ki Allah Teala özü Quranda buyurur: "Və la in şəkertum la əzidənnakum" İbrahim surəsinin 7-ci ayəsində. Əgər şükr etsəniz, sizə olan nemətimi artıraram. Və Əbu Qiləbə rahimehullah deyir ki: "İzə əhdəsəllahu ləkə ilmən fəəhdis ləhu ibadətən və la yəkun həmmukə ən tuhəddisə bihin nəsə." Əbu Qiləbə deyir ki, əgər Allah Teala sənə təzə bir şey öyrətsə, sən də ona təzə bir ibadət, deməli, təzə bir ibadət et. Yəni, ibadət növlərindən, bir sünnə, müstəhəb ibadətlərdən birini sən də ona şükür əlaməti olaraq et. Və bu təzə bir şey öyrənsən, məqsədin onu insanlara danışmaq və onunla fəxr etmək olmasın. Və həmçində şükür əlamətlərindən biri də insanın öz, deməli, Allahın ona olan nemətini xatırlaması və bunu lazım olarsa danışması və həmçində təəccüblə, yəni, deməli, təkəbbürdən çəkinməsidir. Və Şeyx Albani deyir ki, Şeyx Albani'nin tələbələrindən biri onun barəsində danışır, deyir, Şeyx Albani deyirdi ki, Allahın mənə verdiyi nemətlər çoxdur. Allah mənə çox nemətlər verib və o deyir ki, bu nemətlərdən ikisi, yəni mən belə sanıram ki, ən mühüm olanıdır. Və bu da atamın Şama hicrət etməsi, birincisi bu nemətlərdən birisi bu idi ki, atamın Şama hicrət etməsi və hansı ki, bu atamın Şama hicrət etməsi mənim ərəb dilini öyrənməyimə səbəb oldu. Və ikincisi isə deməli, atamın mənə saat düzəltməyi öyrətməsidir. Və bunun vasitəsilə deyir ki, bu iki nemət vasitəsilə mən ərəb dilini öyrəndim və boş vaxtlarımda deməli, həm ruzi qazanırdım saat düzəltməklə, yəni heç kimə ehtiyacım yox idi və digər boş vaxtlarım isə ərəb dilini öyrənib elmlə məşğul olurdum. Və mən deyir, əgər ərəb dilini öyrənə bilməsəydim, öyrənməsəydim, əgər atam hicrət etməsəydi, mən deyir, qalardım Albaniyada və deməli, ərəb dilini öyrənə bilməzdim və mən ümmətə heç bir fayda verə bilməzdim. Və ona görə də o bu neməti xatırlayır, dilinə gətirir və bununla da bildirirdi ki, yəni onun ərəb dilini öyrənməsi onun İslam elmlərinə yiyələnməsinə əsas səbəblərdən biri oldu. Və Allah Teala da Quran-ı Kərimdə buyurur: "Və əmmə bi ni'məti rabbikə fəhaddis." Yəni Rəbbinin nemətlərinə gəlincə isə onlar barədə söhbət et. Və digər ən nəhayət sonuncu faydalardan biri də elm tələbəsinə lazım olan məsələlərdən biri də elm tələbəsi Quran oxumağı çoxaltmalıdır. Çünki Quran həqiqətən də insana çox şey, bilmədiyi çox şeyləri açır və asanlaşdırır. Və həqiqətən də yəni çox rast gəlib ki, elə qardaşlar olub ki, deməli, o qardaşlar ərəb dilini öyrənməkdə çətinlik çəkiblər. Yəni, bu praktikada da olub belə şeylər. Və həmən qardaşlar sonradan Quran elmi ilə paralel olaraq, yəni Quran elmi ilə məşğul olduqdan sonra, yəni həqiqətən də Allah Teala onlara çox şey açdı. Və o qardaşlar ərəb dilini də gözəl öyrənməyə başladılar. Və bununla da biz bəzi, deməli, qardaşlar faydalara toxunduq, hansı ki, elm tələbəsinə lazım olan faydalar. Və indi, deməli, ərəb dilini öyrənmək üçün, xüsusən, yəni xas olaraq ərəb dilini öyrənmək üçün lazım olan bəzi məsələlərə toxunmaq istəyərdim. Ümumiyyətlə, ərəb dili, tək ərəb dili deyil, istənilən dili öyrənmək üçün insanda 4 bacarıq olmalıdır. Və bu bacarıqlardan biri də yəni, öyrəndiyi dili oxumaq,
Yəni çoxlu oxumalıdır, oxumağı bacarmalıdır, gözəl oxumalıdır. Və yazmaq, sonra isə həmən o dildə, öyrəndiyi dildə yazmağı bacarmalıdır. Sonra isə öyrəndiyi dildə dinləyib, yəni eşitdiyini başa düşməlidir. Nəhayət dördüncüsü isə danışmağı bacarmalıdır. Və əgər bu 4 bacarıqdan biri əskik olsa, o zaman insan ərəb dilində həmən dili tam öyrənmiş, deməli, öyrənə bilməz. Yəni, bəzi qardaşlar elə bilirlər ki, ərəb dilini öyrənmək sadəcə müəyyən ərəb dilində müəyyən sözləri bilməklə artıq ərəb dilini öyrənmiş olur. Xeyr, elə deyil. Ərəb dilini bilmək, yəni bizim niyyətimiz, bayaq qeyd etdiyimiz kimi, Quran və Peyğəmbər sallallahu aleyhi ve sellem hədislərini başa düşməkdir. Və buna görə də biz və Quran və hədislər Peyğəmbər sallallahu aleyhi ve sellem təmiz əsl ərəb dilində danışmışlar. Və ona görə də biz ərəb dilini deməli, dərindən və deməli, düzgün öyrənməliyik. Sözsüz ki, bax, məsələn, misal gətirə bilərəm, kimsə əgər hər hansı bir insan gedib ərəb ölkələrinin birində 2 ay və yaxud 3 ay qalsa, o müəyyən qədər ərəb dilində danışa biləcək. Amma digər ki, danışmağı öyrənəcək. Amma digər oxumaq, yazmaq kimi deməli bacarığı olmadığı üçün ona hansısa bir kitabı versək ərəb dilində oxuya bilməz. Və ona görə də ərəb dilini öyrənən də məhz bu 4 bacarığın 4-ünü də paralel olaraq deməli əməl etməlidir. Və ola bilər ki, kimdəsə hansısa bir tərəf zəif ola bilər. Məsələn, ola bilər hansısa kimsə gözəl oxuyur, amma yazmağı bacarmır. Deməli, o yazmaq bacarığını deməli artırmalıdır. Ola bilər kimsə deməli oxuyur, yazır, amma danışanı deməli başa düşmür. Deməli, o çoxlu dinləməlidir. Və insan da ola bilər ki, oxuyur, yazır, danışanda başa düşür, amma danışa bilmir. Bu insan da deməli nə etməlidir? Hansı tərəf bunlardan zəifdirsə, insan o tərəfin üzərində işləməlidir. Və sonra isə digər bir məsələ bu kitab barədə, yəni inşallah öyrənəcəyimiz ərəb dilini bilməyənlər üçün ərəb dili dərsləri Durusul Lüğətil Arabiyyə li qeyrin natiqinə bihi. Bu kitab barədə və bu kitabın metodu barədə qısa məlumat vermək istəyərdim. Deməli, bu kitab 4 hissədən ibarətdir. Və birinci hissə deməli 23 dərsdən, ikinci hissə 31, üçüncü hissə 17, dördüncü hissədə 17. Ümumilikdə 88 dərs var. Və bu dərslər deməli birinci bu kitab nədir? Bu kitabda birinci bunu bildirim ki, ancaq mətnlər və tapşırıqlardan ibarətdir. Qrammatik qaydalar burada yoxdur. Və inşallah biz gələn dərslərimizdən deməli qrammatik qaydaları mən sizə öyrədəcəm. Mən sizə keçəcəm və sizə digər deməli bu kitabı oxuyub və mətnləri isə inşallah indi görsə imkan olsa mətnləri də oxuyacağıq. Və digər tapşırıqları isə tələbələrin öz öhdəsinə düşür və onlar bu tapşırıqları özləri yerinə yetirməlidirlər. Və ona görə də deməli həm də bu tapşırıqlar yazılmalıdır. Yəni nə qədər çox yazılsa, bir o qədər yaxşıdır. Və həmçində deməli qrammatik qaydalar da əzbərlənməlidir. Və digər tərəfdən bu kitabın üslublarından biri budur ki, bu kitab birinci növbədə qrammatikanın, ərəb dilinin qrammatikasının sarf və nəhv deməli sahələrinin hər ikisini əhatə edir paralel olaraq, ayırmadan, yəni müstəqil keçmir. Və digər tərəfdən deməli bu kitabda dərslər, mövzular, yəni çox şaxəli mövzular, yəni geniş mövzular bir dərsdə deyil, bir neçə dərsdə cəmlənib. Yəni məsələn, tutaq ki, hansısa bir geniş mövzudursa,
Bu mövzu ilk növbədə onun barəsində qısa məlumat, bəzi nümunələr, sonra onun məsələn hallanması, sonra onun cəmlənməsi və s. bu cür elə mövzular var ki, 3-4 dərsdə tamamlanır. Və ona görə də biz inşallah bu kitabı öyrənərkən bizdə dərsdə bizə tələb olunan qədər keçəcəyik. Yəni artıq keçməyəcəyik. Çünki əlavə məlumatlar ola bilər ki, ağır olar. Və kitab çox gözəl tərtibatla tərtib olunub və kitabda olan deməli metodlardan biri də budur ki, kitabda hansısa söz ilk növbədə hərəkəli verilir, birinci verilərkən, sonra hərəkəsiz verilir. Ki, sən tələbə o həmən deməli yadda saxlasın və onu hərəkəli oxumağa öyrəşsin. Sonra deməli imkan daxilində bu kitabda olan mətnlərdən müəyyən bir hissə hər dərsdə müəyyən bir mətndə imkan olarsa hamısı, imkan olmazsa müəyyən bir cümlələr əzbərlənməlidir. Yəni ən yaxşı, çünki qrammatikanın ən gözəl yolu nümunələr əzbərləməkdir. Deməli tələbə keçdiyi qrammatik mövzuya uyğun bir cümlə əzbərləsə, bu çox gözəl olar. Və bu qədər qardaşlar, bu kitab barədə də bu qədər. İndi inşallah gələn dərsimizdən biz deməli birinci dərsi keçəcəyik inşallah və Allahdan istəyirəm ki, Allah Taala bizim bu deməli dərslərimizi bizə faydalı etsin, bizi eşidib faydalanlardan etsin və bu elmimizlə bizə fayda versin. Və Allah bizi sabit eləsin bu dində və niyyətimizi sırf onun rizasını qazanmaq etsin. Və sallallahu alə nəbiyyinə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəsirə.